Yaxud məsələn, Qurana əsasən demişik ki, Allahdan başqasına dua etmə. Məsələn, Allah subhanahu ve teala Quranda deyir: "Vellezine ted'un min dunihi ma yemlikun min qitmir." Allahdan başqa çağırdıqlarınız xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər. "Və in ted'uhum la yesma'u du'aakum." Çağırsanız da sizin duanızı eşitmirlər. "Velev semi'u mestecabu lekum." Eşitsələr də cavab verə bilmirlər. İngilislə nə əlaqəsi var qardaş? Vahabiliyinə. Quranda Allah deyir: "Və yevmel qiyameti yekfuruna bi şirkikum." Qiyamət günü isə gələcəksiniz, sizin bu şirkinizi, şərik qoşduğunuzu inkar edəcəklər. Yaxud məsələn Allah subhanahu ve teala Quranda deyir: "Və men adallu mimmen yed'u min dunillah." Allahdan başqa çağıran, Allahdan başqasını çağırandan daha azğın, daha zəlalətdə kim ola bilər? Bunu qardaş İngilis demir, bunu Allah Quranda deyib. Bunu Vahhabilər demir, bunu Allah Quranda deyir. وَمَنْ أَضَلُّ مِمَّنْ يَدْعُوا مِنْ دُونِ اللّٰهِ Allahdan başqasını çağırandan daha azğın, zəlalətdə kim ola bilər? مَنْ لَا يَسْتَجِيبُ لَهُ إِلَى يَوْمِ الْقِيَامَةِ Qiyamət gününə qədər ona cavab verə bilməyən. وَهُمْ عَنْ دُعَائِهِمْ غَافِلُونَ Halbuki onlar onların dualarından qafildilər. Bunu Allah deyir qardaş. Bunu əsasən deyirik biz. Yaxud məsələn Allah Quranda deyir ki: "Qul innema ad'u rabbi və la uşriku bihi ahada." De ki, mən yalnız Allaha dua edirəm və ona heç bir şeyi şərik qoşmuram. Yalnız Allaha dua edirəm. Allah deyir. Yalnız Allaha dua edin deyəndə deyir İngilis öyrədib deyir. Vahhabilər de deyir. Subhanallah. Yaxud məsələn Allah Quranda deyir: "Və ennel mesacidə lillahi fela ted'u ma'allahi ahada." Məscidlər Allaha məxsusdur. Allahla yanaşı heç kimi çağırmayın. Yaxud məsələn Allah Quranda deyir ki: "Vellezine ted'un min dunihi la yestati'un nasrakum." O kəslər ki Allahdan başqasını çağırırlar, onlar kömək edə bilmirlər. La yestati'un nasrakum. Sizə kömək edə bilmirlər deyir Allahdan başqa çağırdıqlarınız. Allah subhanahu ve teala Quranda deyir: "Vəd'uhu muxlisina lehu'd-din." Duanı xalis ona yönəldin. Ona dua edin. Xalis. Birbaşa Allah'ı çağırın. Bunu İngilislə nə əlaqəsi var qardaş? Bunun Vahhabiliyinə nə əlaqəsi var? Allah subhanahu ve teala Quranda deyir: "Və qala rabbukum ud'uni astecib lakum." Rəbbiniz dedi ki, mənə dua edin, mən də cavab verim. İnsanları çağırırıq. Ey insanlar, Allaha dua edin. Allah Quranda deyir ki, məni çağırın, mən də cavab verim. Danışırsan bu ayələri, tohid ayələrini deyir İngilisdə öyrədib deyir. Vahhabilər de deyir, tək Allahı çağırın.